xəstələr deyir ki, doktor, yemək yeyəndə çənəmdə qırtıltı var, şaqqıltı var, çık-çık səslər var. Yəni bunu istənilən həmin bu problemi əziyyət çəkən insan rahat şəkildə özündə diaqnostikası edə bilir. Amma bəzən də çox gizli bir formada keçir. Yəni səs olmur, amma üzdə, çənədə olan ağrının səbəbini tapa bilmirlər. Ora-bura baş vururlar. Sonuçta bir neçə bəlli olur ki, yox, həqiqətən oynaqda olan artroz, artrit, osteoartrit əlamətləri hansı ki, bu şikayətləri ortaya çıxardır. Niyə yaranır? Yaranma səbəbləri həddindən artıq çoxdur. Yəni, irsi xarakteri var, valideynlərdə əgər artroz xəstəliyi, yəni oynaq problemləri olan insanlar varsa, formalaşa bilər. Yaşlı insanlarda bu, necə ki, dizlərdə artroz başlayır, digər oynaqlarda artroz başlayır, o cümlədən eyni ilə də çənə oynağında başlaya bilər. Travmadan sonra ola bilir, məsələn, qəza keçirib, nəsə travmalı çənəsində oynağında zədələnmə başlayıb, bu sonuçda gətirib artroza çıxarır. Peşəkar idmanla məşğul olan, məsələn, boksla məşğul olan idmançılarda davamlı çənə oynağına üzə olan zərbələrdən sonra bu oynağın zədələnmə problemi ortaya çıxır. Revmatizma səbəbindən olma ehtimalı var. Bəzi autoimmun xəstəliklər var ki, revmatizmə bənzər formada keçir, bu xəstəliklər səbəbindən yarana bilər. Yəni, mütləq şəkildə bu oynağın şikayətləri kimi ortaya çıxa bilər.